Somabot Dünya Robot yarışmasında Azərbaycanlı tələbələr də iştirak edə bilərlər. Çox istərdik ki, Azərbaycanda həm bu sahə genişlənsin, yəni bu sahəni genişləndirməyin bir yolu da tələbələr arasında yarış keçirməkdir. Azərbaycanda məsələn hazırlanmış tələbələr xaricdə müəyyən dərəcə qazanandan sonra çox güman biz də artıq həmin o yarışlara keçə biləcək qabiliyyətə sahibik. Bu robotun maliyyəsi 1200-dir. Sensor var burada məsələn üz tanımaq üçün Kinect deyirlər buna da. Bu insan üzünü tanıyır. Bu robotları gələcəkdə əgər mümkündürsə hazırlayıb sıfırdan özümüz fiziki mənada hazırlayıb onu sənayeyə vermək, sənayədə istifadəsini görməkdir. ...2013-cü il ölkə başçısının sərəncamına görə informasiya texnologiyaları ilə elan olunub. İlk milli peykimiz də bu il fəaliyyətə başlayıb. Proqramımızın çoxsaylı tamaşaçılarına təqdim etmək istədiyimiz mövzu da həm olduqca maraqlı, həm də aktualdır. Söhbət texniki yaradıcılıqla məşğul olan tələbələrin elmi işlərindən gedir. Müxtəlif hərəkətləri yerinə yetirmək üçün proqramlaşdırılan robotların dilini bilən gənc tədqiqatçılar Qafqaz Universitetinin tələbələridir. Mərkəzin əsas məqsədi ondan ibarətdir ki, tələbələr asudə vaxtlarını dəyərləndirsinlər. Məsələn, burada robotları yığıb proqramlaşdırmaqla məşğul olsunlar. Gördüyünüz kimi bu konstruktor halında gəlir bizə bu robotlar. Tələbələr robotları yığaraq sonradan onları istədikləri dildə proqramlaşdıra bilirlər. Əvvəlcə yuxarı kurs tələbələri, yeni gələn tələbələrə müəyyən proqramlaşdırma dərsləri keçirilir ki, müəyyən anlayışlar əmələ gəlsin. Sonradan onlar da öz növbələrində növbəti kurs tələbələrinə müəyyən dərslər verirlər proqramlaşdırma əlaqəli. Əsas yenə dediyimiz kimi məqsəd burada indiyə kimi yazdığı proqramları əyani olaraq görə bilirlər robot şəklində ki, nə cür hərəkət edir. Məsələn, bu robot bizim 3-cü kurs tələbəsinin yığdığı robotdur. Robotun əsas məqsədi müəyyən ərazidə yerləşmiş maneələri taparaq onları müəyyən yerə gətirməkdir. Əsas isə bu çip hissəsidir, prosesordur. Proqram çipə yazılır, sensorlar vasitəsilə məlumatlar alınır, emal olunur və motorlara təzədən siqnal ötürülür. Əsas proses bundan ibarətdir. Çin döyüş sənət növü olan tayçi rəqsini milli robotumuz çox ustalıqla ifa edir. Robot start əmrini verdikdən sonra salamlaşır və irəli yeriyərək rəqs etməyə başlayır. Proqram elə quraşdırılıb ki, rəqs zamanı tarazlıq saxlanılır və robot tək ayağı üstündə sərbəst hərəkət edə bilir. Robot ətrafındakı istənilən maneəni görüb tanıya bilir, insanı tanıya bilir, insanı sifət olaraq tanıyıb onu izləyə bilər. Ondan sonra ətrafındakı istənilən cismi tanıya bilər, müəyyən ərazilərdə hərəkət etməsi mümkündür, özünü tarazda saxlaya bilir. Hal-hazırda dünya səviyyəsində bu robotlar sırf araşdırma məqsədi ilə istifadə olunur və bugünkü gündə dünya səviyyəli keçən Robocop yarışları var. O yarışların birinci əsas robotu hesab olunur. Mənim gördüyüm iş hal-hazırda humanoid robotlarının üzərində tarazdan saxlanmasıdır. Bunun üçün biz robotun üzərində gələn müəyyən proqram təminatları var. Həm ondan, həm də özümüzün qurduğumuz əlavə proqram təminatları var. Onlardan istifadə edirik. İndi gördüyüm işi qısaca olaraq sizə göstərmək istərdim. Hal-hazırda robotun tarazlığı ilə bağlı həll edilmiş iki problemi göstərmək istədim. Bir yerdə dayanan zaman özünü balansda saxlamaq, yəni bir yerdə dayandığı zaman öz tarazlığını qorumaq. Normalda bu elementləri insan üçün eləmək çox asandır, amma əslində robotda bunu proqramlaşdırmaq çox çətin bir işdir. Yəni elementar ayağımı yerindən qaldırmaq, ondan sonra dizimi qatlamaq, ondan sonra özümü müəyyən qədər əymək ki, tarazlığımı itirməyim, müəyyən qədər qollarımı hərəkət elətdirmək. Yəni bunlar hamısı ayrı-ayrılıqda nəzərə alınır. Yəni hər biri də ayrı-ayrılıqda robotun müəyyən hissələrinə proqramlaşdırılır. Növbəti mərhələdə bu robot üzərində işimiz robotun Azərbaycan dilində olan əmrləri tanıması, yəni Azərbaycan dilində olan danışıqları qəbul etməsi və Azərbaycan dilində cavab verərək, yəni Azərbaycan dilində insanla ünsiyyət qurmasını yaratmaqdır.
Universitetin İKT Elmi Tədqiqat Mərkəzində tələbələrin yaradıcılığı üçün hər cür şərait, maddi-texniki baza var. Bundan həvəslənən tələbələr elmi axtarışlarını daha da artırmaq, dünya robot yarışmalarında iştirak etmək üçün əl işlərinin sayını çoxaltmaq istəyirlər. Nümayiş zamanı sambo güləş döyüşü üçün planlaşdırılan robotlar da diqqətimizi cəlb etdi. Sensor vasitəsilə bir-birini axtarıb, qarşılaşdıqdan sonra döyüşən, yəni rəqibini qara xəttdən kənara çıxarmağa nail olan robot qalib sayılır. Əvvəlcə mənə burada dərslər keçirildi. Bu robotlar hansı proqramlaşdırma dilində yazılır, hansı alqoritmlərdən əsasən istifadə olunur, onları öyrəndim. Ondan sonra proyektlər hazırlamağa başladım. Bu gördüyünüz tək mənim yox, ümumiyyətlə rəhbərin buradakı işçilərin hazırlamış olduğu robotlardır. Məsələn, bu robot bizim Object Follower adlandırdığımız hər hansı bir obyekt tanıyıb onu izləyən robotdur. Buradakı 2 dənə sensor vasitəsilə o ortadakı maneəni və ya obyekti tanıyır, onun arxasına düşür, onu izləyir. Sonra buradakı robot, bu bizim zavod adlandırdığımız robotdur. Bunun vəzifəsi hər hansı topları, fərqli rəngli topları qruplaşdırmaqdır. Məsələn, bu zavodlarda istifadə oluna bilər. Hər hansı bir maddələri qruplaşdırıb müəyyən yerlərə doldurmaq olar. Sonra burada bizim tank adlandırdığımız robot var. Bu robotun funksiyası ondan ibarətdir ki, aşağıdakı sensor vasitəsilə müəyyən ərazinin daxilində hərəkət edir. Bir də bu yuxarıdakı sensorlar vasitəsilə gördüyü maneədən qaçır. Bunlar əsasən hərbi məqsədlərdə istifadə oluna bilər. İnsanların minaları təmizləyə bilmədiyi yerlərdə onları girib təmizləmək olar və oradakı artıqları götürmək olar. Qafqaz Universiteti tələbələrinin hələlik tamamlanmamış bir işi çox tələbənin əlindən tutacaq. Yəni, otur mərkəzdə sensorun düyməsini bas, gözlə. Robot aşağı mərtəbədə yerləşən tələbə yeməkxanasından verdiyin çay sifarişini özü, insan müdaxiləsi və icrası olmadan yerinə yetirsin. İnanmırsınız demək? Hətta çox təəccübləndiniz. Biraz əvvəl gördüyünüz işlər hamısı tam olan işlərdir, amma yarımçıq işlərimiz də var. Məsələn, hal-hazırda üzərində işlədiyimiz şey Kinect-dir. Bu hədəfimiz hal-hazırda, məsələn, biz 3-cü mərtəbədəyik, 1-ci mərtəbədədir kantin. Gedib aşağıdan bizdən nə lazımsa alıb gətirməlidir. Hal-hazırda üzərində işləyirik. Burada üz tanıma sensorları var, yəni kimə pulu verəcəyini tanıyır. Ya məsələn, səhv bir insan gelib qabağında desə, məsələn, mənə ver, həmin insan çaşıb verməsin və yaxud maneədən qaçır, divara dəyəndə özü divara dəyməmiş arxaya dönür, qayıdır və ya buna istədiyimiz şeyləri göndərə bilirik də, məlumatları da göndərə bilirik, mahnı oxutura bilirik, öz səsimizlə danışdıra bilirik də. Məsələn, qabağımızdakı insanı görəndə öz səsimizdən nə demək istədiyimizi də ötürə bilirik. Bu robotun maliyyəsi 1200-dir. Sensor var burada, məsələn, üz tanımaq üçün Kinect deyirlər buna da. Bu insan üzünü tanıyır. Öz robot texnikalarını həvəslə nümayiş etdirən gənc tədqiqatçıların istəkləri, təklifləri ilə də maraqlandıq. Məlum oldu ki, onların hamısı digər universitet tələbələrini də partnyor əməkdaşlığa dəvət edirlər. Amma ən böyük hədəf dünya robot yarışmasında Azərbaycanı təmsil etməkdir. Tələbə olaraq istəyim ondan ibarətdir ki, təkcə tələbə olaraq Qafqaz Universitetindən mən deyil də, başqa universitetdən tələbələr də bu sahəyə marağı olsun, bu sahədə işləsinlər. Bilik, özünüz bildiyin qədərilə həm paydaşınca artar, həm rəqabət olduğunda artar. Sözsüz ki, biz də istəyirik ki, həm aramızda paydaşım olsun, həm də rəqabət olsun. Hədəflərimiz ondan ibarətdir ki, Azərbaycan miqyasında, əvvəlcə tələbələr arasında, lap lazım gəlsə məktəblər arasında bir yarışma təşkil edək ki, ümumiyyətlə insanlarda, tələbələrdə, şagirdlərdə bu sahəyə maraq artsın. Maraq artandan sonra Azərbaycanda müəyyən nailiyyətləri əldə edilmiş tələbələri xaricdəki beynəlxalq yarışlara iştirak üçün göndərmək olar. Elə özümüz də marağındayıq ki, iştirak edək beynəlxalq yarışlarda. Azərbaycanda məsələn hazırlanmış tələbələr xaricdə müəyyən dərəcə qazanandan sonra çox güman biz də artıq həmin yarışlara keçə biləcəyik qabiliyyətə